Mən gəldim. Necəsiniz qızlar? Deməli bu gün şkafımın içini təmizləyəcəm. Şkafımın içində 2-3 dənə pulka var. Ora pis gündədir. Həqiqətən də sözün həqiqi mənasında pis gündədir. Düşündüm ki, evimizə qonaq gələr, onun yanında çıxardaram, şkafdan bir paltar götürərəm, utanıb yerə girərəm. Ona görə dedim belə davam eləmək olmaz və açım biraz şkafın 2-3 dənə pulka donsuzda. Oralardakı paltarları qatlayım və burada sayıram 1 2 3 və dıdıdıdım. Görürsüz nə gündədir. Yəni burada özümə baxdım, utandım həqiqətən. Ay qız, bu şkaf niyə bu cünə düşüb? Nə vaxt bu cünə düşüb? İnanırsınız, heç xəbərim yoxdur. Yuxarıdakı paltarlar yoldaşımındır. Onlar həmişə sərgəli olur. Onların sərgəsinə həmişə fikir verirəm. Əslində buraların da sərgəsinə həmişə fikir verir. Amma və lakin bu qışdan yaya keçəndə, yaydan qışa keçəndə oradan biraz paltarlardan, arxadan, üstdən, altdan paltar götürdüm, elədim. Paltarlar başladı bir-birinə qarışmağa. Sonra da dedim ki, əşi təmizləyərəm və təmizləyərəm deyə də belə yığıldı qaldı. Paltarlar gördüm ki, hamısı açılıb. Əslində fikir verirsiniz, baxsanız görərsiniz ki, paltarların bəziləri qatdaqlıdır. Yəni bacınız arada bir qatlayır, onu yığır. Yəni belə saxlamıram, narahat olmayın. Bunu belə qatdaqlı saxlayanda da bir neçə ay belə istifadə edirəm. Baxın, bu videonu mən təxminən bir ay bundan qabaq çəkmişdim və hal-hazırda da mənim şkafım səlqəli qalıbdı da, yəni qala bilir, səlqəli qala bilir, bəli bacılar. Ona görə də qərara gəldim ki, bu gün ərincəkliyin daşını bir kənara qoyum, paltarlarımı qatlayım, yığım bir yerə. Bunu da bir neçə ay belə səlqə ilə davam eləyim və burada ayırıram. Qışlıq paltarlarımı artıq çıxardıb qoyacağam çamadanıma. Mən paltarların çoxsunu çamadanda saxlayıram. Çünki kravatın altını hər dəfə qaldırıb yendirə bilmirəm. Çətin olur mənə. Şkaflarda da sözün düzü yer yoxdur. Maşallah o qədər paltar doludur ki, əşyalarımız. Ona görə hal-hazırda hələ ki mənə çamadan daha rahat gəlir. Çamadana yığıram. Oradan da qışlıqları, yaylıqları tez-tez ayıra bilirəm rahatlıqla. Burada görürsünüz yer atdığıma fikir verməyin. Yer atıb sonra da başımı qaşıyıram. Fikir verməyin ona. Onu atdım ki onu zibilə atacağım. Qızlar, paltarlarıma o qədər bağlı oluram ki, paltarlarıma yox, ümumiyyətlə bütün əşyalarıma o qədər bağlı oluram ki, inarsınız, paltar tamam cırılıb, xarab olana kimi onu saxlayıram mən. Bu xasiyyətimi heç sevmirəm, amma heç sürədə yəni bu xasiyyətimi də tərcih edə bilmirəm. İndi çoxu deyəcək ki, futbolkaları qırış-qırış qatdaladı qoydu, paltarları qırış-qırış qoydu. Ay qız, bunlar ev paltarlarımdır. Futbolkadır, əynimə geyinəndə biraz orasını-burasını dartışdırıram. Düzəlir də, qırışı açılır. Yəni bunu da hər dəfə mən saxlayım orada, ütüləyəcəm adı ilə, aylarla. Onda mənim geyinməyə paltarım olmayacaq. Ona görə bunlara fikir verməyin. Əsas odur ki, çölə çıxanda səlqə ilə çıxa bilirəm. Yəni ütülü paltarla çıxa bilirəm. Nəysə ki, buradakı paltarlarımı qatdaladım, şkafın içinə yığdım. Buradakı kəmərləri də bu cür bağlayıram. Qızımın rezinlərindən vururam ki, səlqə ilə dursun burada. Buranı təmizləyəndən sonra ən aşağıdakı polkaya baxın. Baxın, orada mən onu yığışdıra bilmirəm, başqa yerə qoya bilmirəm. Onlar lazımlı şeylərdir. Ona görə mən ən aşağıdakı polkanı biraz silib, orasını-burasını səlqəyə salıb elə elə də saxlayacağam oranı. Əsas odur ki, paltarlarımı səlqəli qalsın. Yəni mən elə şeylərə takmıyorum. Buranı da belə səlqəyə salandan sonra indi çoxsu deyəcək ki, nə səlqəyə saldın, amma danağaraq budur da, əlimizdən gələn budur. Və keçirəm aşağıdakı polkaya. Aşağıdakı polkanı da biraz silib süpürürəm, tozunu alıram. Onsuz da buranı mən hər dəfə tozsuran eləyəndə tozsuranla çəkirəm tozun zadını. Ona görə həm də bağlı qalır şkafın içi. Çox tozdanmır, narahat olmayın. Burada da geyinmədiyim paltarlarım idi ki, artıq həqiqətən də gördüm ki, neçə aylardır, neçə illərdir mənimlədir və heç vaxt geyinməmişəm və yaxud da ki, heç sevməmişəm o paltarı. Niyə almışam bilmirəm. Burada da yine sayırıq 1, 2, 3 və tadam! Görürsünüz, buradakı paltarlarım da yine qarışıb bir-birinə. Sözüm bayaqçı paltarlardaydı. Deməli, 2-3 il əvvəl trend yolun qurbanı idim qızlar. Çoxlu oradan paltarlar alırdım. Elə paltar olurdu ki, geyinmirdim, bəyənmirdim. Eləsi olurdu ki, əynimə ya xoşuma istədiyim kimi oturmurdu. Ona görə onları yığıb saxlamışdım. Burada şkafımın digər hissələrini də göstərdim sizə. Orada pis gündədir, orada əl gəzdirəcəm inşallah bir gün. Burada qonşumuzun uşağı gəlmişdi, qızımla oynayırdılar. Onları da biraz çəkdim ki, baxasınız. Və paltarlarımızı bu cür qatlayırıq. Bunlar qışlıq paltarlarımdır, çöl-bayır paltarlarımdır. Bunları çamadana yığacağam. Ayırıram bunları. 2-3 dənə paltar hər ehtimal saxlayıram ki, birdən yağışda yağar, soyuq olar. Onları geyinəcəm. Qızlar, siz də mənim kimisiniz. Yəni paltarı kimisə verməyə çox vaxtı qıymıram. Ona görə ya o paltarın həqiqətən gərək sevməyəm, ya da ki, yəni sevdiyim paltardırsa, kimisə verə bilmirəm. Yəni illərlə mən o paltarı istifadə edə bilirəm, cırılmırsa, xarab olmursa. Yəni çox bağlıyam əşyalarıma, paltarlarıma. Bilmirəm, səhv eləyirəm, düzmə eləyirəm. Ona görə yəni paltarlarıma belə bağlıyam. Paltarları ona görə saxlayıram. Geyinmədiklərim nə qədər olsa belə. Hətta indi bir balaca klokda yığmışam, amma nə qədər geyinmədiklərim, məsələn bu qışlıq paltarların içində də nə qədər paltarlarım var ki, 2-3 ildir ki, sezondur ki, geyinmirəm və amma heç kimə də əlim gəlmir verməyə.
Çünki əkizlər bürcüyəm. Bir də gördüm ki, ürəyim o paltarı geyinmək istədi. Ona görə saxlayıram. Burada çamadanımı buradan götürəcəm. Qızlar, mənim fəqərələrimdə və çiynimdə yırtıq var və bu mənə həqiqətən də çox ağrı verir. Yəni gecələr, deyib güldüyümə baxmayın, gecələr ölürəm ağrıdan. Nə bilim, dərmansız yaşaya bilmirəm mən. Ağrı kəsicilərlə yaşayıram. Üstünüzə sağlıq. Buna baxmayaraq yenə də indi mən ağrı qaldırmamalıyam. Buna baxmayaraq yenə də özümü saxlaya bilmirəm. Nəsə lazım olanda eləyəndə götürürəm, eləyirəm ağır və həmin günü inanın Allaha səhərə kimi, yəni yata bilmirəm ağrıdan. Hər dəfə deyirəm fizioterapiyalara getməliyəm, amma ərincəklikdən də orada gedib çıxa bilmirəm. Amma inşallah bu yaxınlarda gedəcəm, çünki artıq belə davam eləyə bilmirəm. Ağrılarım çox şiddətlənib. Həm gedim yenidən MRT eləyim, həm də fizioterapiyaya gedim. Onu eləyəndən sonra biraz elə bil ki, rahatlayıram. Ağrılarım biraz azalır. Paltarları çamadana yığandan sonra da üzərinə Trendyoldan paltarlar üçün Yumoşun paltarlar üçün iyləndirici bir sprey var. Çox qəşəng iyi gəlir, belə təravətli, təmiz iyi gəlir. Onu vururam həmişə. Belə çamadana da yığdıqdan sonra çamadanımızı da yenə qaldırırıq. Burada gizləyirik. Üzərinə də digər çantaları qoyuram. Pərdəni də çəkirəm. Güya burada heç nə yoxmuş kimi. Çamadanı qaldırdıqdan sonra fikir verirəm ki, kravatın üstündə bir dənə qalın şərfim qalıb və əsəbləşib şərf atıb gedirəm. Sonra deyirəm ki, yox, atmayım bunu, götürüm, qoyum şkafa. Və burada biraz paltarlarım qalmışdı. Onları da yay paltarlarımı da ayırıb qoydum biraz qırağa. Yəni yay paltarlarımın hamısı deyil bu, yarısıydı. Sadəcə dedim ki, indi bunları yazda da geyinə bilərəm. Bunları da gətirdim, şkafa qoydum ki, burada dursunlar. Çünki təxminən bir aydan sonra da yay paltarlarının hamısını çıxardası olacağam. Ona görə elə bunların yarısını ildən çıxartdım. Və buradakı şkaflarımı da biraz səlgiyə saldıqdan sonra buradakı işimi yekunlaşdırıram. Yenə deyirəm, şkafın yuxarısındakı o bayaqçı töküntü yerləri də inşallah bir gün ümidlərim böyükdür. Buranı təmizləmişəmsə, deməli oranı da təmizləyəcəm və bu cür işimi yekunlaşdırdım. Hələ ki məndən bu qədər idi dostlar. Videomu bəyəndinizsə, bəyənməyi və kanala abunə olmağı da unutmayın. Sağ olun, hələlik.